müəssisədə birləşməsi idi. Aha, əla. Deməli dedik ki, paranın valyutası idi ki, dünyada əsas pul vahidi hesab olunurdu. Söhbət 20-ci əsrin əvvəllərindən gedir. İngiltərənin funt sterlinqi, İngiltərə sənayedə 20-ci əsrin əvvəl, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində birinciliyini itirsə də, maliyyə sahəsində birinciliyini saxlamışdı. Aha, əla. Deməli dedik ki, daha doğrusu İngiltərə hansı sahə üzrə dünyada birinci hesab olunurdu? İngiltərə dünyanın ticarət və maliyyə mərkəzi idi. Bank Aha, sahəsində. ticarət və maliyyə sahəsi, bəli. Bəs hansı sahəyə görə bir də kapital ixracına, bəli, bank gedir. Və hansı sahəyə görə dünyada dedik ki, 3, Avropada da 2-ci yerdə idi? Sənaye istehsalına görə, sənayeyə görə. Aha, sənaye istehsalına görə əla. Bəs dedik ki, müəllimə, deməli İngiltərə haranın işğalını başa çatdırdı? Haraya işğalı uğursuz oldu? Haranı isə yarım müstəmləkəsinə çevirdi. Hindistanın işğalını başa çatdırdı. Əfqanistana uğursuz oldu. Tiryək müharibələri nəticəsində Çini yarımasılı hala saldı. Əla, çox gözəl. Tiryək müharibəsində hansı sülhlər idi? Birinci Tiryək müharibəsi 1840-42-ci illərdə Nankin sülhündən, ikinci Tiryək müharibəsi də 1856-60-cı illərdə Pekin müqaviləsindən başa çatmışdı. Aha, əla. Bəs dedik ki, ilk olaraq İngiltərə hansı müstəmləkəsinə dominant hüququ vermişdi? Kanadaya. Kanadaya. Yəni 1867-ci ildə Kanada, İngiltərə, Böyük Britaniyanın dominionu olmuşdu. Dominion da özünü idarə edən mülk deməkdir. Bəli, doğrudur. Bəs Misri nə vaxt işğal elədi? Neçənci əsrə aiddir? 19-cu əsrin 80-ci illərində Misir işğal olundu. Əla. Və bununla deyirik ki, İngiltərə nəyə çevrilir? İngiltərə Misiri işğal etməklə dünyanın ən böyük müstəmləkə dövləti. 5 qitədə müstəmləkəsi var idi 19-cu əsrdə. Ən böyük imperiyasına çevrilir. Doğrudur Leyla müəllimə. Leyla müəllimə, carın yaradılması və dominant hüququnun verilməsi. Cənubi Afrika Respublikası 1910-cu ildə yaradıldı və Böyük Britaniya ona 1910-cu ildə dominion hüquq verdi. Aha, yaxşı. Bəs müəllimə, necə olur ki, bu İngiltərənin dedik ki, Fransa ilə münasibətləri pis idi də. Necə oldu yenidən Fransa ilə yaxınlaşdı? Səbəb nə idi? 20-ci əsrin əvvəllərində Almaniyanın fəallaşması. Yəni 20-ci əsrin əvvəllərində Almaniyanın qəfil güclənib dünyanı bölüşmək uğrunda mübarizəyə başlaması bunları narahat etdi. Ümumi düşmən Almaniyaya qarşı bunlar öz aralarındakı rəqabəti kənara qoyub razılaşdılar. İngiltərə Fransanın Mərakeşdəki ağalığını tanıyır. Fransa da İngiltərənin Misirdəki. Bundan da bunlar 1904-cü ildə səmimi saziş Antanta. Söz aralarında bağlayırlar. 1907-ci ildə də Rusiya qoşulur. Almaniyanın yüksək gömrük xərcləri də Rusiyanı bunlara yaxınlaşdırır. Bəli, çox gözəl. Təşəkkür edirəm Leyla müəllimə. Çox sağ olun. Sağ olun. Davam edək Sevda müəllimə ilə. Sevda müəllimə. Bəli, müəllimə, eşidirəm. Deməli, Sevda müəllimə, gəldik İngiltərədə parlament islahatlarına. İngiltərədə birinci parlament islahatı neçənci ildə, ikinci parlament islahatı neçənci ildə həyata keçirildi? Deməli, birinci parlament islahatı 1832-ci ildə olmuşdu, ikinci isə 67, 1860. Birincinin mahiyyəti və ikincinin mahiyyəti nə idi? Elə bil ki, müəllimə, birincidə sənaye burjuaziyası hakimiyyətdə elə bil ki, təmsil olunmağa başlamışdı. Amma ikincidə isə xırda burjuaziya və fəhlələrin elə bil ki, bunlar elə bil seçkidə uğur qazandılar da, seçki hüququ. Bəli, seçki hüququ qazandı. Düzdür müəllimə. Bəs müəllimə 1867 dediniz ki, ikinci parlament islahatı. Başqa 1867-ci ildə hansı hadisə baş verdi? 1867. Bu dərsimizdə aha, İngiltərə ilə bağlıdır. Müstəmləkələrlə bağlıdır. Və dominant hüququnun verilməsinə bağlıdır. Bildim. Aha. Kanadaya.
Bəli. Kanadaya dominion hüququ verilmişdi Bəli, 1862-ci ildə. Aha, bəli. Doğrudur. Yaxşı Sevda müəllimə. Dünyada ilk dəmir yolu neçənci ilə aiddir? Hansı dövlətə aiddir? Hə, dünyada ilk dəmir yolu 1825-ci ilə aiddir də. Hı -hı. Və təbii ki, yəni İngiltərəyə aiddir də müəllim. Bəli, İngiltərə. İnşallah ABŞ-a keçəndə öyrənəcək. ABŞ-da 30-cu ildədir ilk dəmir yolu. Yaxşı, bəs müəllimə, dedik ki, dünyanın ticarət və maliyyə mərkəzi hansı şəhər idi? Dünyanın London idi də müəllim. Bəli, London, London idi. London. Bəs müəllim, dedik ki, İngiltərə kapital ixracına görə neçənci yerdə idi? Sənaye istehsalına görə neçənci yerdə idi? Belə deyək də müəllimə. Kapital ixracına görə birinci yerdə deyək. Aha. Bəli. Amma sənayeyə görə isə, yəni Amerika ilə Almaniya elə bil ki, ondan irəlidə idilər. Aha, Almaniya ilə və Amerika ondan irəlidədir. Əgər sual düşsə ki, Avropada sənaye istehsalına görə neçənci yerdir? Deyildi ikinci yer. Çünki Avropadakı Almaniyadır və Almaniyadan sonra ikinci yerdir. Amma dünya desək, ABŞ Avropada deyil axı Amerikada. Dünyada Bəli, o ikinci yerdə. faktörlükdədir. Bəli, ABŞ və Almaniyadan sonra üçüncü yerdə idi. Doğrudur müəllimə. Demək desəm ki, müəllimə, İngiltərə haranın işğalını başa çatdırır? Haranın yarım müstəmləkəsinə çevirir? Haraya da yürüşü uğursuz olur? Bəli, müəllimə. Hindistanı işğalın başa çatdıra bilir. 19-cu əsrin ortaları idi, bəli. Çini elə bil ki, yarım müstəmləkəyə çevirdi. Bayaq Leyla müəllimə yaxşı dedi, o Tiryak müharibələrini dedi. Və bir də ki, Əfqanistan yanılmırsa, bəli, o uğursuz oldu. Bəli, Əfqanistan uğursuz oldu. Bəs müəllimə, İngilis Bur müharibəsi neçənciləri əhatə eləyir? Hə, Bur müharibəsi 1899-1902-ci illəri əhatə edir. Bəs carın yaradılması və dominant hüququnun verilməsi? O 1910-cu il idi. Elə ki, Cənubi Afrika İttifaqı yaradıldı və ona dominant hüququ verildi elə həmin. Aha, ona dominant hüququ verildi. Yaxşı, sonra Antanta dövləti, Antanta İttifaqı nə vaxt yaradıldı? Bəli, bu ittifaq İngiltərə, Fransa, Rusiya arasında idi 1907-ci ildə. Aha, 1907-ci ildə yaradıldı. Üzvləri kimlər idi? Yəni dövlətləri deyirsiniz? Aha, Antanta üzvləri kimlər idi? İngiltərə, Fransa, Rusiya. İngiltərə, Fransa, Rusiya idi. Doğrudur. Aha. Aha, əla. Çox sağ olun Sevda müəllimə, təşəkkür edirəm. Sağ ol. Aha, əla. Davam edirik təkrardan sizdən. Deməli, Əfsanə xanım. Əfsanə xanım. Səsim gəlir. Əfsanə xanım burdadır. Əfsanə xanım burdadır. Bəli, mənim. Əfsanə xanım. Deməli dedik ki, mənə Yustiniyanın ələ keçirdiyi əraziləri deyil. Burada Vandal krallığı. Aha, mən adaları göstərəcəm burada sizə. Vandal krallığı harda yerləşirdi? Afrikada idi müəllimə. Bax, indi mən bayaq sizə verdiyimə görə bu sualı bu xəritəni açdım. Bu Romada olan xəritədir. Afrikadakı hansı ərazi idiyini göstərə bilərsiniz buradan. İndi həmin xəritəni açdım sizə, Romadakı xəritəni açdım. Dedim, həmin əraziyə əvvəl Roma ilə arasında müharibə olmuşdu. Romalılar onları Punlar adlandırırdı. Siciliya adası uğrunda mübarizə idi. Bəli, Karfagin harda yerləşir? Göstərin. Afrikanın yuxarısında müəllimə. Şimali Afrika ərazisində Karfagin. Hara getsin? Mən bir haber Afrikanın kim hangi? Ay, Afrika birinci İtalyan axtarın. Birinci İtalyan axtarın. İtalyandan tapmaq asan olacaq digər əraziyə və çəkməni axtarın. Birinci Sapaşkini axtarın. Sapaşki hardadır? Sapaşkini mənə göstərin. İyi nə müəllimə, burada. İyi, hara getdi qələm. Yuxarıda. Siciliya adası uğrunda mübarizə. Siciliya harda yerləşir? Düz Sapaşkinin ucundadır. Siciliya hara getdi? Siciliya bax buradır. Doğru. Siciliya oradır. Karfagin harada indi? Karfagin
Siciliya Karfagenlə deməli İtalyan arasındaydı. Karfagen hardadır? Karfagen, Şimali Afrika, Vandal krallığı. Sonradan indiki dərsimizdə. Buralıq. Baba, burada Karfageni gördün. Qırmızı elədim. Gördün? Bəli. Ora Karfagen ərazisidir. İndiki dərsimizdə desək ki, Vandal krallığı Şimali Afrikanın ərazisidir. Həmin ərazini işğal edir. Bax, sonra dedik ki, sonradan nə demişdi? Bizans dedi ki, özünü məsələn itirdiyi ərazi var. Sonra yenidən deyir ki, hansı hadisələrdən sonra Bizans özünü bərpa eləmişdi və hətta bir neçə adanı özünə təzədən birləşdirir. Hansı hadisələrdən sonraydı? Ərəblərdə Abbasilər zəifləyəndən sonra, bir də Bulqar dövləti zəifləyəndən sonra Ay, 10-cu sağ ol. əsrdə Hansı ərazilər birləşdirir özünə? Kipr, Krit, Aha, bayaq bax Kipirdən yuxarı Krit hardaydı, Mesopotamiya. Krit hardaydı. Əyani olaraq dedim, daha doğrusu qiyabı dedim, indi əyani göstərək. Kipir harda yerləşir, Krit harda yerləşir? Dedim ki, bayaq Krit Yunanistanın aşağısında yerləşir. Krit adası. Ada. Adın ada. Buraya Hər tərəf suyla əhatə olunub. Harda? bura, Ay, sağ ol. Doğrudur, Əfsanə xanım, doğrudur. Bəs Kipirdə dedim ki, yerləşir. Türkiyə. Osmanlı o vaxtki Bizansın aşağı hissəsində. Bizansın aşağı hissəsi. Kipir, o da sularla adadır, sularla əhatə olunubdur. Yaxşı Sevda müəllimə, özünüzü narahat istəyirsiniz, çıxa bilərsiniz. Bizans sual cavab edirdi, Franka Bizans. Hə, müəllimə, nəsə biraz narahatlaşdım. Aha, Oldu müəllimə. yaxşı. Yazarsınız da nə? Hə, ondan Hə, sonra evet. İngiltərədən sonra Fransa gəlir, Fransa ərazisini verəcəm. Fransa ərazisini deyirəm. Oldu müəllim. Fransa, aha, oldu müəllimə, gecəniz xeyrə. Deməli, Kipr də burdadır. Aha, Kipr də burdadır. Kiprdə gördünüz, Əfsanə xanım, həmin ərazidə yerləşir. Deməli, Kipri Kreti özünə birləşdirdi. Bəs desəm ki, burada sonra deməli, Malazgirt döyüşü səncə nə oldu? Mən Sizə sualım. nətər mənə bağışlayın. Malazgirt döyüşü neçənci ildə oldu? Mən 1071-ci ildə Səlcuqlar qalib gəldi. Yaxşı, deməli, Bizans dövlətinin varlığına nə vaxt son qoyuldu? 1453-cü ildə 1453-cü ildə Konstantinopol tuturlar. İstanbul şəhəri, Hindiki İstanbul şəhəri. Bu Osmanlılar. xəritədə mənə Konstantinopolu göstərə bilərsən bu xəritədə. Baxın müəllimə. Ya bayaq da Yaxın getməyən göstərdim. O həmin dövrün oğul xəritəsini göstərdim, bu xəritədə göstər görüm. Yaxşı müəllimə, qoy görüm, tapa bilərəm. Şərqi Rom ərazisini tapsan, göstərsən, onun da santını göstərə bilərsən. Müəllim, Roma buraydı da Roma, çəkmə. Qərbi Romadır. Ora Qərbi Romadır. Yəni İtaliya, Şərqi Roma, Bizans ərazisidir. Şərqi Roma haradır? Bizansın. Burada Şərqi Roma ərazisidir. Bax Osmanlı bura Şərqi Roma ərazisidir. Bax indiki bu Osmanlı ərazisidir və Konstantinopol bax budur. Bir dənə qələm rəngini də dəyişim. Qəşəng bir dənə rəng eləyim, purpur rəngi. O vaxtın purpur rəngi. Franklarda purpur, Hə. Bizanslarda purpur deyirlər. Bax bu rəngdir. Bunlarda da uşaqları o rənglərdə olan otaqlarda anadan olma olurdu. Bəli, oliqarx rəngi. Mən də sevirəm o rəngi. Oliqarx rəngi purpur rəngi. Əslən xanım, mən də sevirəm o rəngi. Oliqarx insanam. Mən həqiqətən sevdiyim rəngdir purpur rəngi. Yəni bənövşə rəngi. Aha, bunu da bildik və dedik ki, bunu da cavablandırın sizdən əl çəkim. Deməli dedik ki, Bizansda nə vaxt quldarlıq qaydaları feodalizmlə əvəz olundu? 6-cı əsrdə müəllim. Hansı hadisə ilə? Slavyanların ora yerləşməsi ilə. Bəli, Slavyanların məskunlaşması. İndi ümumi gedirik. Deməli dedik ki, Zeynəb müəllimə. Zeynəb müəllimə. Frank dövləti nə vaxtı? Frank imperiyası nə vaxtı? Frank dövləti müəllim 500-dədir. 500-cü Klodvik. İmperiyada 800-cü ildə Böyük Karlın. Aha, yaxşı. Bəs müəllimə, Salik qanunları kimin dövrünə aiddir? Salik qanunları müəllim bu Klodvikin vaxtında da olmalıdır müəllim. Klodvikdə. Aha, neçənci əsrə aiddir? Klodvikdə 6-cı əsr. Doğrudur. Yaxşı, Sualsan döyüşü.
486. Doğrudur. Leyla müəllimə, Bəli, müəllimə. Karl Martel kim idi? Kral sarayının məmuruydu. Aha, onun dövründə hansı döyüş keçdik? Fatih döyüşü 732-ci ildə ərəblərin Avropaya yolunu kəsdi. Qalib gəlməklə. Bəli. Əgər ərəblər o dövrdə qələbə qazansaydı, indiki müasir dövründə dünyada hansı din hakim olacaq? İslam dini. Bəli. Bütün İspaniyadan bir idilər. Bəli, doğrudur. Yaxşı. Böyük Karlın hakimiyyət illəri 768-814-cü illərdə hakimiyyətdə olmuşdu. Böyük Karl hansı ərazilərə yürüşlər təşkil etmişdi? Onu da deyək. İtaliyanın şimalına, sonra Bavariya Hersoqluğunu süquta uğratmışdı, Avar dövlətini süquta uğratmışdı, Anglo-Saks tayfaları üzərində yürüşlər etmişdi. 50 yürüş edib 30 il müharibə aparmışdı Anglo-Sakslarla. Aha, doğrudur. Nə vaxt Böyük Karlı Roma papası imperator elan etdi? Başına tac qoydu. 800-cü ildə Bəli. Roma papasının İtaliyadakı nüfuzunu bərpa edir Şimal İtaliyada. Ona görə Roma papası onun başına imperator tacını qoyur. Bəli, doğrudur. Yaxşı. Aynur müəllimə. Aynur müəllimə, Bəli, Verdi müqaviləsinin neçənci ildə imzalanmışdı? Bununla nə baş verdi? Verdi müqaviləsi 843-cü ildə oldu da. Aha, Deməli, yarıdan sonra Böyük Karlın 3 nəvəsi arasında dövlət parçalandı. aha, hansı dövlətlər yarandı? Fransa, Almaniya, İtaliya. Bəli, krallıqlar. Fransa, Almaniya, İtaliya krallıqları yaradıldı. Yaxşı, bəs müəllimə, bu Bizans, daha doğrusu Qərbi Roma imperiyası nə vaxt, daha doğrusu Qədim Roma imperiyası nə vaxt iki hissəyə parçalanır? 395-də. Əla, hansı hissələrə parçalanır? Yox, nə qədər zəng gəlir. Bəli, nə Hansı, hansı hissələrə parçalandı? Qərbi, şərqi. Bəli, yaxşı. Bu Qərbi, daha doğrusu Şərqi Roma imperiyası nə vaxt süqut eləyib? 476. Şərqi deyirəm müəllimə. Şərqi Şərqi. Roma hansı idi? Bizans ərazisi Şərqi. deyilmi? Bizans. Güzel. Bəli, nə vaxt süqut eləyib? 1054. Bəli, 1453. 1453-cü ildə hansı hadisə idi? Konstantinopolun fəthi. Doğrudur Aynur müəllimə. Bilirsiniz də müəllimə, bilirsiniz, ürəkli olun. 1453-cü ildə Konstantinopolun fəthi ilə əla kimlər tərəfindən fəth olundu? Osmanlılar da. Bəli, Osmanlılar tərəfindən Aynur müəllimə. Yaxşı Aynur müəllimə, bir dənə sual verim sizə. Bir dənə də sual. Dediniz ki, Qərbi Roma nə vaxt süqut elədi? Qərbi. 476. Bəli. Əla. 476-cı ildə. Doğrudur. Əla. Yaxşı. Deməli Əfsanə xanım, desəm ki, 532-ci ildə hansı hadisə baş verdi? Sasanilərlə mən müqavilə bağladılar şeylər. Nə idi bunlar? Bizanslar. Aha, Justinian məcəlləsinin mahiyyəti nə idi? Mən insanlar qanun qarşısında bərabər hüquqlu idi. Bir də ki, hər təbəqədən seçilə bilərdilər də məhkəməyə falan da, yəni müraciət edə bilərdilər. Aha, yaxşı. Bərabər hüquqlu. İmperatorun hansı səlahiyyətləri var idi burada? Bu dövrdə. Ordu başında idi. Dövlətin başında dururdu, ordunun başında dururdu. Hakim kimi idi həm də. Aha. Qərarlar verirdi. Aha, həm də kilsə başçısı deyəkmi? Hə, bəli, müəllimə. O da elə hamısı nə varsa, bütün vəzir nə varsa hamısını götürmüşdü. Deyirsə, bax adına bax qarşısında qeyri söz varsa, məhdud olur ki o. Yəni məhdudlaşan da hardasa nəsə onun səlahiyyətində deyil, amma qeyri-məhdud deyirsə, artıq bütün səlahiyyətlər kralın əlində idi. Bəli, doğrudur, Əfsanə xanım, doğrudur. Yaxşı, Zeynəb müəllimə. Bəli, müəllimə. Zeynəb müəllimə, Justinian hansı ərazilərə yürüşlər təşkil elədi? Vandal krallığına, Ostkot krallığına müəllim. Bir də elə bunlar idi, Vandal idi. Vandal, Ostkot İspaniyanın. Bir də İspaniya ərazisinə doğrudur. Bir də kimlərlə müqaviləsi var? Sasanilərlə 532-ci il müqaviləsi.
Bəli, Sasanilərlə doğrudur. Leyla müəllimə, deməli dedik ki, nə vaxt ərəblərin yürüşü oldu Bizansa? 7-ci əsrdə Doğrudur. o Yaxşı. yarımlıq döyüşü 636. 636-cı ildə Yarmuk döyüşündən. Yaxşı. Bəs desəm ki, Aynur müəllimə, Ben Malazgirt döyüşü neçənci ildə oldu? 71. E, Bizansla Səlcuq arasında. aha. Bizanslar Səlcuqlar qalib gəlir də. Bəli, Səlcuqlar qələbə qazandı. Yaxşı, desəm ki, Əfsanə xanım, bundan sonra Bizans kimlərə müraciət eləmişdi kömək üçün? Xaçlılara, xaçlılara, xristianlara, Rom papasına dəqiq. Rom papasına. Bəli, müraciət elədi. Bəs desəm ki, Zeynəb müəllimə, 4-cü səlib yürüyüşü neçənci ildə oldu? 1204-cü ildə. Elə bil Konstantinopolu tutdular. Bundan da Bizans bir müddət varlığını itirdi. 1204-dən 1261-ə qədər. Əla. Leyla müəllimə, Bizans imperiyası nə vaxt süqut elədi? 1453-cü ildə Fatih II Mehmetin yürüşündən Bizansın varlığına son qoyuldu. Bəli, doğrudur. Deməli, belə. Bu qədər müəllimlər dərsimiz. Çox gözəl, təşəkkür edirəm hər birinizə. Aha, deməli müəllimlər, götürürük nə? Səlcuqları götürürük. Buradan Səlcuqları irəlidən də Fransa gəlməlidir. Yeni mövzu kimi də Fransanı götürəcəyik. Hə, Fransa gəlir. Fransanı götürürük. Fransada bəzi hissələr var çıxarılmalı. Əsas onlar artıq demək olar ki, düşmür. Məsəl üçün haranı deyə bilərik? Burada məsələn Yakobin diktaturası hissəsi olan dövrdür. Məsələn, Direktoriya dövrü, Yakobin diktaturasıdır. Bu koalisiya müharibələridir. Bunlar əsasən demək olar ki, düşmür. Həmin hissələri, yəni oxuyarsız məlumatınız olar. Yəni çox yer tutur. Elə sadəcə oxuyun məlumatınız olsun. Digərlər hissələri isə öyrənərsiniz. Aha, yenidən testləri də göndərəcəm. Nəsə sualınız var müəllimlər? Bəli, müəllimə. Zeynəb müəllimə, deməli mövzumuz İngiltərə. Mənə ilk öncə İngiltərənin 17-ci əsrdəki sosial-iqtisadi vəziyyəti haqqında məlumat verin. Bəli, müəllimə. İngiltərə müəllim aqrar ölkəsi qalsa da, amma kapitalizm münasibətləri inkişaf eləməyə gedirdi artıq bu dövrdə. Yeni təbəqələr yaranırdı. Yəni muzlu işçilər yaranırdı. Sonra kənd burjuaziyası yaranırdı bu dövrdə. Aha, doğrudur. Sonra Doğrudur. Bəs Bəli. müəllimə, bu dövrdə burjuaziyanı narazı salan nələr idi? müəllim, elə bil bu dövrdə burjuaziyanı ən çox narazı salan, elə bil belə deyək də, burjuaziya ən çox müstəmləkələr ələ keçirmək istəyirdi. Məsələn, bir də o dövrdə elə bil sexlərə üstünlük verirdilər. Elə bil sexlərə elə bil üstünlük verilirdi. Bu da sexlər də sənayenin inkişafına mane olurdu. Aha, Sonra bəli. Bu narahatçılıq başqa bir də nə idi? Narahatçılığın səbəb? başqa mənim bir də bu dövr üçün ayrı nə ola bilərdi? Məsələn, ipucu inhisar ayrı-ayrı şəxslərə inhisar hüququ. Hə, bəli, müəllim, bəli. Bir də o var idi, düzdür. Bəli. Elə bil Aha. verirdi, bu da burjaziyaya xoş gəlmirdi. O iri sənaye sahibi, belə deyək də, torpaqları verirdi, bu da burjaziyaya xoş gəlmirdi, burjaziya sinfinə. Aha, bəli. İndi gəlin sizə gedək ümumi. Deməli İngiltərə. İlk öncə İngiltərəni göstərək xəritədə. İngiltərə bəli, mənim bu hissədir. Aha, İngiltərə. Orada. Yaxşı. Bəs burada İrlandiya ərazisi var. İrlandiya hardadır? İrlandiya mənim bu hiss olmalıdır təxminən. Aha, bəli. İrlandiya nə vaxt birləşdirirlər özünə? 1649-cu ildə müəllim. Bəli, 1600 İrlandiya ilə yanaşı başqa hansı ərazi birləşdirilir? Bir də müəllimə, o 1652 Şotlandiyanı deyirdi, amma dən bu təzə kitablarda 1610 da 49 götürür. Bəli, onun ardınca da deyir ki, elə Şotlandiyanın birləşdirilməsidir. Bəli, Şotlandiya ilə İngiltərənin yuxarı hissəsindədir. Aha, bir hissədədir. Yaxşı. Bəs müəllimə, bəs buradakı ərazilər var 3, 5, 2, 1 rəqəmlə göstərə bilərsiniz? Rəqəmləri deyə bilərsiniz hara-harada? Bəli müəllimə, deyərəm. 3 Portuqaliyadır, Aha. 5
İspaniyadır, 2 Fransadır, 7 İtaliyadır, 6 Almaniyadır, 1 İsveçrə olmalıdır, 4 də Hollandiyadır səhv eləmirəmsə. Bir İsveçrə yox. Yoxsa İsveçrə İtaliyanın üstündəki olan balaca yerdə. bəli. Hollandiyadır, 1 onda müəllim. Yox. 4 Hollandiyadır, 1 Niderland olar yəqin ki. Yoxsa Hollandiya, çaşdım mən. Belçika, bəli, bir Belçika. Belçika, bəli. Yadınızda saxlayın ki, Zeynəb müəllimə, Hollandiya və yaxud Niderland eyni ərazidir, yəni 4. 4 həm Hollandiya, həm Niderland eyni ərazi. Niderland. Bir Belçika ərazisidir. Bax müəllimə, burada Portuqaliyanın adını çəkdiniz. Sizə bir sual verim. Bu İngiltərə hansı dövlətlərə yəni onları müharibələrdə məğlubiyyətə uğratmışdı və öz üstünlüyünü həmin dövlətlərə tanıtmışdı? Söhbət hansı dövlətlərdən gedir? Bəli, müəllim, burada söhbət 3 ilə 4-dən gedir. Portuqaliya ilə elə bil Hollandiya üzərində. Amma İspaniya ilə Fransa da onun müstəqilliyini tanımışdı. Bəli, 5 ilə 2 elə bil. 2 Aha, ilə 5. 2 ilə 5 doğrudur. Bəs müəllimə, bəs nə deyəcəkdim? Bu hansı dövrdə baş vermişdi bu hadisələr? Mən bu hadisələr təxminən belə deyək, o Respublika dövrünə götürək Bəli, da belə. Respublika dövrünə düşür, doğrudur. Respublika dövrünün içərisində əhatə edir. 49, 1649, 1653-cü illər. Aha, 49-53-cü ildə. 53-cü ildə hansı hadisə baş verdi? 53-cü ildə müəllim, elə bir Respublikaya Cromwell son qoyur, özünün protektoratlığını yaradır. O da 53-dən 60-a qədər. Aha, 53-dən 60-a kimi hakimiyyət. Bəs müəllimə 1649-cu ildə baş vermiş hadisələri mənə deyin. Müəllim, elə bil 1649-cu ildə İngiltərə Respublika elan olunmuşdu. Belə deyək, vətəndaş müharibələrindən sonra idi o. Sonra 1649-cu ildə İrlandiyaya son qoyub, onun dalından da Şotlandiyaya son qoyubdu. Sonra ayrı. Aha, şu özünə birləşdirir, sonra demək. Bir də 49-da kralı edam eləyirlər. Birinci Çarlızı. Çarlızı. Birinci Çarlızdır. Sizə bir dənə belə bir sual verim. Birinci Çarlız və birinci Jamesin xəzinəni doldurmaq üçün hansı siyasət həyata keçirdilər onlar? Ayrı-ayrı siyasətlər. Bəli, biri müəllim o İspaniya ilə əlaqə saxlamışdı. O birinci James idi. O nigah diplomatiyası olmalıdır. Nigah diplomatiyasından istifadə eləyirdi. Bu onun siyasi vəziyyətidir. Amma bu mənim cavabım deyil. İstədiyim cavab deyil sizdən. Mən bir də təkrar eləyin zəhmət olmasa. Birinci Charles və birinci Jamesin xəzinəni doldurmaqdan ötürü hansı siyasəti həyata keçirirlər, nə edirlər? Hansı tədbir görürlər? Vergilər alırdılar, müəllim, vergilər var idi. Yaxınlaşırsınız, bəli. Vergi, ümumiyyətlə bax, vergilər deyirik. Kralın vergi təyin etmə hüququ var idi İngiltərədə. Müəllim, o var idi, az da olsa var idi. Amma sonra onu parlament qadağan eləmişdi. Vergiləri elə bir yığmağı Jamesdən başlayaraq belə deyək. Yeni vergilər təyin edə bilərdilər. Müəllim, yeni vergiləri xeyr. O vergiləri parlamentin razılığı olandan sonra. Aha. Baxın, bilirsiniz nə edir birinci James? Birinci James yeni vergi təyin eləmir. Bu mövcud olan bu torpaq, yəni mövcud olan vergiləri belə deyim də, torpağa görə alınan vergilərin miqdarını artırır. Xəzinəni doldurmaq. Bu üsula, bu yola atır. Bəs birinci Charles Gömrük rüsumunu da artırır, müəllimə bu elədir. James'də gömrük də var. Gömrükdə olar və Charles Bəli, Charles'da müəllim, elə bil o da gənə xəzinəni doldurmaq üçün o da çalışır. Elə bil vergiləri, amma parlament mən bilən ondan razılaşmır. Elə bil onda da var idi belə bir. Zeynəb müəllimə birinci Charles'da deyir bu Şotlandiya ilə müharibələr apardığına görə xəzinəsi boşalmışdı. Bu da yeni vergi təyin edə bilməzdi də. O da məcbur qalır parlament çağırır. Parlamenti. Birinci Charles'da parlamenti çağırır. Aha. Qovmuşduq özü ilə parlamenti qovmuşdu və sonradan neçənci də parlamenti çağırdı? Müəllim, elə bil 40-da çağırmağa məcbur olur, elə ona da peşman olur. Bəli, ondan da artıq
Bəli, uzun müddətli davam edir. Aha, doğrudur. Yaxşı. Bəs desəm ki, çox sağ olun Leyla, çox sağ olun Zeynəb müəllimə. Bəli, Bəs müəllimə, desəm sağ ki, olun. Leyla müəllimə. Bəli, müəllimə. Zeynəb müəllimə dedi ki, parlamenti çağırdıq. Parlamentin çağırılması ilə nəyin əsas qoydu? Nə başladı İngiltərədə? İnqilab. Aha, Çünki kral yeni vergilər 1640-cı ildə 1-ci Charles yeni vergilər təyin etmək üçün parlamenti çağırdı. Lakin onun vergi təklifindən parlament hesablaşmadı. Ona görə də parlamenti buraxmaq qərarına gəldi. Yəni parlamentin tərəfdarlarından kral tərəfdarları arasında qarşı durma inqilaba gətirib çıxartdı. Burca inqilabı başladı ölkədə. Aha, burca inqilabı başladı. Doğrudur. Deməli, xəritəyə baxırıq, xəritəyə baxırıq. Burada bir dənə sual vermək istəyirəm sizə. Hə, müəllimə, İngiltərə sənaye istehsalına görə dünyada neçənci yerdə idi, Avropada neçənci yerdə idi? 19-cu əsrdə 20-ci əsrin əvvəllərində. 20-ci əsrin əvvəllərində Avropada 2-ci yerdə idi, dünyada 3-cü yerdə idi. Əla. ABŞ-la Almaniyadan geri qalırdı, burada da Almaniyadan geri qalırdı. Bəli. Almaniya hardadır göstərək? Almaniya düşür 6-ya. Aha. Böyük Bəs karanlıqdan yaxşı. göstərmə. Almaniyanın yanı haradır? Məsələn, bura yazaq. Bura yazaq bir dənə 8-imiz yoxdur. Bura haradır? Polşadır. Aha, ora Polşa ərazisidir. İngiltərə harda yerləşir? İngiltərə buradadır. Aha, İrlandiya hardadır? İrlandiya buyuruz. İrlandiya. Yaxşı. Bəs müəllimə dedik ki, İngiltərə hansı dövlətlərə öz üstünlüyünü tanıtdı? Portuqaliyaya, bir də Hollandiyaya. Göstərək xəritədə. Portuqaliya 3-ə düşür, Hollandiya da 4-ə. Ha, Hollandiya 4-ə düşür. Yaxşı. Bəs hansı dövlətlər müstəqilliyini tanıyır? Fransa ilə İspaniya. İspaniya 5-dir, Fransa 2-dir. Aha, yaxşı. Sonra. Bəs dedik ki, bu hansı dövrə düşür bu hadisələr? Hansı dövrdə baş verir? Bunlar Respublika dövrünə düşür, 1649-53-cü illərə. Aha, Respublika dövrünə düşür, doğrudur. Bəs müəlliməm, bir də gəldik İngiltərədə hansı dövrə? Vətəndaş müharibəsi dövrə. Ümumiyyətcə bu dövrdə 30 illik müharibədən danışaq. 30 illik müharibə neçənci illəri əhatə edir? 30 illik müharibə 1618-48-ci illərdir. Aha, və 30 illik müharibə İngiltərədə nə ilə nəticələnir? Nəyə səbəb olur? 30 illik müharibə İngiltərədə üsyanlara, vətəndaş müharibəsi təhlükəsinə gəlir. Yəni ölkədə vəziyyəti gərginləşdirir. Aha, vəziyyəti gərginləşdirir. Doğrudur, yaxşı. Deməli bu vətəndaş müharibəsinin başlamasına səbəb nə oldu və neçənci ildə başladı? Vətəndaş müharibəsi 1642-dən 46-cı ilə qədər oldu. Bu biz parlament çağırılanda kral yeni vergilər qoymaq istəyəndə buna etiraz edən deputatları həbs etdirmək istədi, lakin etdirə bilmədi. Buna xalqın və parlamentin digər deputatlarının etirazı baş verdi. Kral da bunu görüb parlamentə müharibə elan etdi. Yəni özünə rəqib seçdi. Aha, neçənci ildə? 1642-46-cı illər vətəndaş müharibəsinin birinci mərhələsidir. 1648-ci il isə ikinci mərhələsidir. Aha, belə bir sual verim sizə müəllimə. Birinci vətəndaş müharibəsində həmin ölkə bir kralı tabe eləmişdi. Kralı gətirib təslim eləmişdi. Amma ikinci vətəndaş müharibəsində isə kralın tərəfdarı kimi çıxış eləmişdi. Söhbət hansı ölkədən gedir? Hollandiya deyil? Hollandiya. Yox. Yox, Şotlandiya. Bəli, Şotlandiya. Şotlandiya texnik hansı vəziyyət düşür, göstərə bilərik? Şotlandiya İngiltərənin Böyük Britaniyanın tərkibində olmalı. Bax bu hissələr. Bəli. Biraz yuxarı hissəsinin tərkib hissəsinə. Bəs Böyük Britaniya, indiyə kimi İngiltərə deyirdik. Bəs Böyük Britaniya nə vaxtdan deməyə başlayırıq? 1707-ci ildə Uniya imzalandı Şotlandiya ilə İngiltərə arasında. Bundan sonra bu dövlət Böyük Britaniya adlandı. Əla. Böyük Britaniya Nezbi döyüşü neçənci ildə baş verdi? Nezbi döyüşü Aha. 1645-ci ildə. İkinci vətəndaş müharibəsi? Bəli. Birinci vətəndaş müharibəsi 1642-46-cı illərdə olmuşdu. İkinci vətəndaş müharibəsi? 1648-ci ildə olmuşdu.
Aha, 1648-ci ildə. Yaxşı müəllimə, bu uzunmüddətli parlament qələbə qazandı. Uzunmüddətli parlament aqrar sahədə hansı tədbirləri həyata keçirir? O torpaq sahiblərini ruhanilərin, kralın müsadirə edilmiş torpaqları haqqında qərar verilir. Bu qərara görə də o müsadirə edilən torpaqlar burjuaziya və yaxşı döyüşən ordunun komandirlərinə satılır. Aha, doğrudur, doğrudur. Yaxşı. Bəs bu əhali üçün bir xeyir olur bu aqrar qanunların? Deyir. Yəni əhali burada gözlədiyi heç nəyi almır, ona görə ikinci vətəndaş müharibəsinə. Yəni narazı qalır da. Aha. Bəs Hətta məsələn, səfərləmələr haqqında da rəsmi qanunlar verilir. dövlət idarəçi sistemi necə idi? Harda müəllimə? Respublika dövründə dövlətin idarəçilik sistemi. Respublika dövründə ölkə respublika idi. Yəni seçkili hakimiyyət mövcud idi ölkədə. Ay, kimlər idarə edirdi? Dövləti seçilən başçı. Başçı da kim idi bunlarda? Oliver Cromwell seçilmişdi də. Respublika dövründə buna prezident üsulu yox idi burada. Məsələn, qanunverici və icra edici nə idi burada? Bəli. Bunlarda bəli, icra edici, hakimiyyət, qanunverici parlament idi, icra edici kral idi. Bunlarda da parlament ordusunun başçısı sayılırdı, icra edici Kral var idi. hakimiyyətin. Kral var idi burada icra edici. Deyil, burada kral yox idi. Aha, dövlət şurası idi icra edici. Kral nə vaxt edam olunur? 49-cu ildə, 1649-cu ildə edam olunur. Aha, əla. Çox sağ olun Leyla müəllimə, təşəkkür edirəm. Davam eləyəcəm yenə. Sonra gəlin bir dənə şəkil açaq, bir dənə test açaq. Görək nə testi bu belə. Yox, bunu hələ keçməmişik, amma asan test idi. Davam eləyək Aynur müəllimə ilə. Aynur müəllimə, Anglikan kilsəsi nə zaman yaradılmışdı? Anglikan kilsəsi Neçənci əsrə aiddir? 17-ci əsrə aiddir. 16 əsrə. İndi baxın, testə baxın, buyurun, tamamlayaq klasteri. Anglikan kilsəsi kral tərəfindən kilsə nədir? Vəzifə şəxslər təyin olunur, dövlət tərəfindən maliyyələşdirildi. Üçüncü də bahalı ibadət ləğv edilməsi. Nə? Xeyr. Anglikandan danışırıq da. Aha. Bir neydi? Bax, belə bir sual verin. Məntiqi əlaqələrini tapa bilərsiniz. Anglikan kilsəsinin kral hakimiyyətini tərəfdar idi, yoxsa Onda bir vergin alınması alınırdı, bu da ləğv edilirdi. Anglikan deyil. Anglikan kilsəsinə deyildi. Bax, onu deyim ki, Anglikan kilsəsini Aynur müəllimə 16-cı əsrdə kral tərəfindən yaradılmışdı. Və başçısı ilə kral idi Anglikan kilsəsinin. Ona görə də bu kilsədə kral tərəfdarı idi. Kralın hakimiyyətini dəstəkləyirdi. O məntiqlə deyirik ki, kral hakimiyyətinin dəstəklənməsi E variantı. Bu, məsələn, Puritian təriqətinin münasibətlərini düzəltmişdi. Bunlar katolik kilsəsinə aiddir. Puritianla katoliklər arasındakı ixtişaşlar düşür. Puritianlar yaxşı. Burada Puritianlar var dərsimizdə. Puritianlar kimdir? Puritianlar da reformasiya nəticəsində meydana gəlmişdi. Aha. Onlar Anglikan kilsəsini tənqid edir də, razı deyildi. Bir də bahalı ibadətlərin istəmirdilər. Katolik burada ehkamlarını təmizləmək deməli tərəfdarı idi da. Bunlar istəyirdilər ki, ucuz kilsə olsun. Nə bilim, burada əsasən
dəbdəbəyə üstünlük vermirdi bu proteinlər. Aha, proteinlər vermirlər. Aha, yaxşı. Prut sözü də təmiz, təmizlənmə mənasından gəlir. Yaxşı. Bəs gəldik. Nə vaxt reformasiya? Bunu bir dənə çıxardım. Aha, nə vaxt dedik ki, İngiltərədə Stuartlar sülaləsinin hakimiyyəti bərpa olunur. Stuartlar sülaləsi deməli 1603-də yaranıb da. 1603-də yarandı. Aha, 1603-də yarandı. Doğrudur. Bəs Nümayəndəsi də James idi. restavrasiyası 1600. deyirlər müəllimə. Restavrasiya yəni yenidən bərpa. Yəni yenidən demək. Yenidən bərpası, yəni Stuartların yenidən hakimiyyətə gəlməsi prosesini soruşuram. Neçənci ildə idi? Halbuki o zaman 2-ci Charles idi gələn. İkinci Charles isə onda düşür bu söhbət ikinci Charles'a bağlı idi. Hı. Yaxşı baxmamışam amma 1660-da idilər. Bəli, doğrudur Aynur müəllimə. Deməli İngiltərənin, daha doğrusu Stuartlar sülaləsinin restavrasiyası desək, götürülür 1660. Kimin hakimiyyətə gətirilməsi ilə? Birinci Charles. Yəni. İkinci Charles'ın hakimiyyətə gəlməsi ilə. Yaxşı. Birinci Charles oldu, bəli. Aha, bəs yaxşı, bu ikinci Charles hakimiyyətə gəldi. İkinci Charles hakimiyyətə gələndə hansı vədləri vermişdi? Ancaq bunların heç birinə riayət eləmir. Bu inqilab iştirakçılarına bəraət verəcək. Bəli, doğrudur. Müəllimə. Doğrudur, əla. Ancaq bunlar riayət eləmir. Yaxşı, gəlin xəritəyə baxaq. Xəritəyə bir dənə nəzər salaq. Mənə İngiltərənin ərazisini göstərin burada. Yenə Ruska problemi. Gəlin üstünə vurum. İrandaşdır, bu da elə. Bəli, doğrudur. İngiltərə ərazisidir. Bəs İrlandiya hardadır? İrlandiya. İrlandiyada 10 böyrüdür elə. Haradır? Buradır. Aha, İrlandiya nə vaxt birləşdirir özünə? Hə. Neçənci ildə? 49-dur. Aha, 1649-cu ildə və bununla deyir ki, İngiltərə Respublikası inqilabidən nəyə çevrilir? İnqilabi ordudan, daha doğrusu ordusu. Necə bir orduya çevrilir işğalçılıq nəticəsində? İngiltərə. Hə. Dəşirik olur da burada. Burjuaziya yaranır. Bax, məntiqi əlaqə nədir? Aynur müəllimə. Bu ordu inqilabi ordu idi. Məsələn, inqilab elədilər, kralı devirdilər, respublika yaratdılar ölkədə. Və deyir ki, artıq bu ordu işğallara başlayır. İrlandiyanı, Şotlandiyanı işğal edir, özünə birləşdirir. Və artıq deyir, inqilabi ordudan çevrilir işğalçı orduya. Adı dəyişir, artıq olur işğalçı ordu. Yəni, işğallar həyata keçirdiyinə görə birinci inqilab edir, adı olur inqilabi ordu. Sonra da işğalları həyata keçirməyə başladığına görə olur işğalçı ordu. Bax, belə, bu məntiqi əlaqə nə deyirik. Yaxşı, müəllimə, burada mənə göstərin. Kimlər idi Respublika dövründə idi ki, Respublika dövründə idi. İngiltərənin üstünlüyünü tanıyır. Söhbət hansı ölkələrdən gedir? Respublika dövründə. Aha, İngiltərənin üstünlüyünü tanıyır. Müharibələr nəticəsində. Hollandiya, Portuqaliya. Bəli, Hollandiya və Portuqaliya. Xəritədə göstərin, zəhmət olmasa. Hollandiya 4-dür. Aha, bəli. Məsələn, Hollandiya yazmaz, başqa nə yazar? Hə, necə dedik bəyə onu. Nə ilə başlayır? Nə idi? Nə? Hə, Niderland. Bəli, Niderland da yaza bilər. Yaxşı, bəs Portuqaliya harda yerləşir? Portuqaliyada 3-dür. Bəli, Portuqaliyada 3-də yerləşir, doğrudur. Bəs müəllimə, burada İngiltərənin müstəqilliyini tanıyan dövlətlər hansı idi? İngiltərəni. Hə, bu İspaniya ilə Fransa idi da. Onlar harda yerləşir? İspaniya 2-dir, səhv eləmirəmsə. Yox. Aha. Fransa 5-dir. Bax, yerlər dəyişdiniz. Yerləri dəyişdiniz. Aha, 2 Fransadır, 5 İspaniyadır. Yerləri dəyişdi. Deməli, 2 hara oldu? 2 Fransa, 5 isə İspaniya. Bəs İtaliya hardadır? İtaliya
Dayı. Sapaşki. Bəli, Sapaşki neçə? Neçə nömrəli? Yedin götürdü. Bəli, 7-dir, Yeddi. doğrudur. Bax, yadınızda saxlayın ki, Aynur müəllimə, bu Fransa ilə Almaniya elə bir ki, Fransa ilə Almaniyanı İngiltərənin tacı kimi başa düşün. Başının tacı, başındakı ən böyük hündür Avropa dövlətlərindən ikisi idi. Deməli, bir tərəfində sağında Almaniya, solunda da Fransa. Yəni Almaniya neçə oldu? Neçədir desəm, böyük Avropa dövlətlərindən. Hə. Almanya 6. Bəli, Fransa hansı oldu? Fransa 2. Bir haradır? 1. Bir dəqiqə baxın, biri görüm. Eynəkdə biraz. Belçikadır, 1. Bəli, Belçikada. Halbuki bu dünya müharibəsində idi ki, Almaniya Belçikaya yürüş eləyəndə İngiltərə Almaniya müharibə elan eləmişdi. Çünki Belçikanı İngiltərə öz himayəsinə götürmüşdü. Yaxşı, sonra 4-ü dedik. Bəs bu İtaliyanın üstündə balaca bir dənə dövlət var. Buranı mən bir dənə nişanlayım, X qoyum. Bax, bura haradır müəllimə? Ora. Orad ki, öz təbiəti ilə möhtəşəmdir. Valeh edir insanları. Çox gözəl təbiət var ora. İrlandiya değildi. Yox. Şotlandiya. İsviçrə. O dediniz, Arı adada da İngiltərənin yaxınındadır, yanındadır. Ora İsveçrədir. Mən də göstərdiyim yer İsveçrə. İsveçrədir. Yəni öz təbiəti ilə, möhtəşəmliyi ilə insanları valeh edir. İnşallah qismət olar, bir gün gedərik İsveçrəyə. Aha, yuxarıda dedik ki, İsveçrə ərazisidir. Yaxşı. Bəs gəldik nə? Deməli İngiltərədə Respublika neçəncilər əhatə elədi? 1649-53. Bir dənə də mənim sualıma cavab verin müəllimə. Bu İngiltərənin iqtisadi Respublika dövründə iqtisadi sahədə nələri qadağa qoymuşdu? Qadağa. Hə, iqtisadi tədbirlərinə aid idi ki, nələri qadağa qoydu? Onları da deyək. Parisdən yun ipək parçalarının gətirilməsi olar yəqin ki. Aha, bir oydu, bir də Bir də bu dövrdə qəbul olunan qanunlar İngiltərədə qadağa olmuşdu da. aha, nə dediniz? İngiltərədə? Qəbul edilən qanunlar. İngiltərəyə qadağa qoyulan iqtisadi tədbirlər də nə idi bu? İqtisadi imkanların artmasında nə götürürdü onu? Yenə mən bunu gəmilərin başqa ölkələrdən gətirilməsi zad olar. Ancaq İngilis gəmilərindən daşınmalı idi mallar. Ancaq İngilis gəmiləri başqa ölkələrin gəmilərinə icazə vermirdilər. Səbəb nə idi? Bu əsasən hardakı ticarəti zəif etmək istəyirdilər? Hansı ölkədəki? Bu deməli zəiflətmək deyirik də, elə. Aha, hansı ölkəyə qarşı yönəlmişdi bu qanun? Hollandiya idi. Bəli, Hollandiya. Dedik Hollandiya harda yerləşir? Hollandiya 4-də idi. Bəli, 4-də yerləşir. Aha, 4-də yerləşir. Sağ olun Aynur müəllimə. Təşəkkür edirəm. Sonra davam eləyək. Kimlə? Burada var Sevda müəllimə. Nərmin müəllimə yoxdur. Şəfqət müəllimə icazəlidir. Aha. Sevda müəllimə. Bəli, müəllim. Sevda müəllimə, deməli dedik ki, Stuartlar sülaləsinə bax hakimiyyətə gəldi. Stuartlar sülaləsi 1603-cü ildə. Nümayəndəsi kim idi? İlk nümayəndəsi. Birinci James. Hə, ilk nümayəndəsi birinci James idi. 1603-1625-ci illərdə 22 il hakimiyyətdə oldu. Birinci Jameslə Qubarlı Fətəli xanın ortaq xüsusiyyət nə deyərsiniz? Siyasətlərində. Qubalı Fətəli xanın Aha. Hansı diplomatiyadan istifadə etmişlər onlar? diplomatiyası deyək, müəllim. Bəli, doğrudur müəllimə. Nigah diplom. Qubalı Fətəli xan Bakı ilə, bu da İspaniya ilə nigah diplomatiyasında. Baxmayaraq ki, İspaniya ilə münasibətləri yenə də elə o qədər də yaxşı deyildi, amma yenə də axırı qohum olmuşdular da. Bəli, doğru. Yenə də rəqib alırlar da. Qohum olsalar da rəqib idilər müəllim. Yenə də rəqib idi. Doğrudur müəllimə. İspaniya harda yerləşir? İspaniya 5. Aha. Göstərim. Uçqanla ehtiyac var uçqan götürməyə. Yox, ehtiyac yoxdur. 5-də. Yaxşı. Sonra bəs Anglikan kilsəsi nə zaman neçənci əsrdə yaradılmışdı?
Hə, Anglikan kilsəsi 16-cı əsrin birinci yarısında, yəni kral tərəfindən yaradılmışdı. Aha, yaxşı. Kral başçılıq edirdi, kral tərəfindən yaradılmışdı. Sonra bəs müəlliməm, burada Purtianlar var idi. Purtianlar kimi, nə istəyirdi Purtianlar? Bilirsiniz, onlar Anglikan kilsəsinə qarşı çıxırdılar. Əsasən onlar hər bir şeyi sadə istəyirdilər də. Yəni abartılı şəkildə keçirilirdi, dəbdəbəli şəkildə keçirilən bu kilsə ayinləri var idi, ona qarşı çıxırdılar. Aha. Belə deyək də, bidətçilər idi. O kilsəyə qarşı çıxan bidətçilər idi. Dərslərdi. Bəs bunlar təqib nəticəsində bunlar hara qaçmışlar, hara sığınmışlar bu Purtianlar? Hollandiyaya getmişdilər. Bir hissəsi Hollandiyaya getmişdi, bir hissəsi də ki Amerikaya getmişdi. Aha, doğrudur, doğrudur. Yaxşı. Bəs müəllimə, o müharibə neçəsiləri əhatə edir? Necə? 18-48 müəllimə. Aha, 9 illik düzdə deyək. bəli, doğrudur. Bu 30 il müharibənin İngiltərə üçün nə ilə nəticələndi? Deməli müəllimə, əsasən belə deyək də, İngiltərədə üsyanlar Aha, bəli, doğrudur. verdi. Bir də Vətəndaş müharibəsi baş verdi. doğrudur, bir də vətəndaş. Vətəndaş Aha, verdi. yaxşıdır. Bəs müəllimə, bayaq Zeynəb müəlliməyə vermişdim. Birinci Charles və birinci James. Bu xəzinəni Aha. doldurmaq üçün hansı siyasətdən istifadə elədilər? Bəli, müəllimə. Birinci James elə bir ki, torpağa görə alınan vergini artırmışdı xəzinəni doldurmaqdan ötəri. Amma birinci Charles isə o parlament buraxılmışdı axı. 1640-cı ildə parlamenti yenidən çağırdı ki, çünki parlamentin icazəsi olmadan o qərar qəbul verə bilməzdi, yəni vergiləri artıra bilməzdi. Bəli, elə Buna mən görə də soruşacaqdım. Özünüz dediniz ki, məsələn, bəs birinci Jamesdə, birinci James niyə vergiləri artırardı da? Daha doğrusu yeni vergilər təyin eləyərdi. Niyə eləmədi? Müəllimə, onun da icazəsi olmadan vergi təyin etmək, yəni parlamentin icazəsi olmadan ixtiyarı yox idi. Aha, doğrudur, doğrudur. Uzun müddətli parlament neçənci illər əhatə eləyir? Bəli, uzun müddətli parlament 13 il davam etmişdi, belə deyək. Və 40-53 1640-1653-cü illərdə. Aha, vətəndaş müharibəsi neçənci? Birinci, ikinci vətəndaş müharibəsi İngiltərədə. Bəli, iki mərhələli idi. 1642-46-cı ildə birinci mərhələsi idi. 1648-də də ikincini deyək. Aha, ikinci mərhələsidir, doğrudur. İngiltərə Respublika dövrü neçənci illər əhatə eləyir? Bəli, o da 4 il idi. Nəyə görə illəri belə deyirəm? Elə daha yaxşı yadımda qalır. Müəllimə neçə Aha, il. lap yaxşı müəllimə. Yadınızda qalırsa lap yaxşı. Aha, buyurun. Ona görə bəli, 49-53-cü illər. 49. Bəs İngiltərədə. idarəçi sistem necə idi Respublika dövründə? Hə, belə deyək də müəllimə, bir parlament idi, bir də dövlət şurası idi. Dövlət şurası elə bir ki, icra hakimiyyəti idi. Amma ali qanunverici hakimiyyət isə, bəli, orqan isə parlament idi. Parlament idi, doğrudur, doğrudur. Sonra deməli müəllimə, bayaq müəllimlərə dedik, bu Respublika dövründə İngiltərənin üstünlüyü tanıyan dövlətlər hansı idi? İngiltərənin müstəqilliyini tanıyan dövlətlər hansı idi? Bəli, müəllimə, elə bir ki, iki dövlət var idi ki, müstəqilliyini tanımışdı. Bu İspaniya idi, bir də Fransa idi. Burada 5-2 deyək. 2 Fransadır, 5 İspaniyadır. Bir də var idi ki, Hollandiya ilə Portuqaliyanı da göstərmək olar ki, bunlar üstünlüyü qəbul edirdilər. Aha. Hollandiya isə 4-dür, o birisi isə 3. Portuqaliya isə 3-dür. Bəli, Portuqaliya isə 3. Aha, təşəkkür edirəm Sevda müəllimə, təşəkkür edirəm. Yenə davam edəcəm sizlə. Gəldi Əfsanə xanım. Xoş gəldiniz Əfsanə xanım. Xoş gördük müəllimə. Hamının axşamı xeyir olsun. Axşamınız xeyir olsun. Necəsiniz? Yox, hətən axşam sizdən də sor. Siz mənə deyən xəbərdən sonra yaxşılaşdım. Narahat olmayın. Elə adam nömrəni göndərib ki, müəllim nömrəsində deyir ki, ya həmin şəxs çox savadlıdır. Həqiqətən savadlı güvəndiyim bir müəllimədir, coğrafiya müəlliməsidir. O da deyir ki, çox savadlı müəllimədir yazıb. Niyə də o deyirsə mən ona inanıram, həqiqətən onun sözünə inanıram. Yenə deyirəm, özü də savadlı şəxsdir, müəllimələrdən biridir. Yəni siz yenə indi özünüz də qoşulun, özünüz də az çox məlumatınız var da bilirsiniz. Özünüzlə gedişatdan tanış olun. Onsuz da sınaq dərslər ödənişsiz olur. Deyirəm müəllimə, yəni sınaq dərsinə qoşuluram, geniş gedişata bax. Yaxşı? Hə. Yəqin ki, nömrəsi var da sizə müəllimə. Bəli, göndəribdi nömrəsini dərsdən sonra göndərəcəm.
Yaxşı müəllimə. Mən də elə sizin sözünüzə inanıram. Sizə görə elə mən də bilirəm ki, sizə etibar eləmək olar. Ona görə də qoşulacağam müəllimə, həmin müəllimə ilə. İnşallah, amma yenə deyirəm, mən həmin müəlliməni tanımıram. Sadəcə onu mənə təklif edən müəllimənin savadına güvənirəm ki, o savadlı deyirsə, savadlı. Sən yenə deyirəm də özünüzdə baxın da gedişata, yəni özünüzdə baxın. Aha. Gəlin xəttə. Yəni məsləhət görürlər də, yəni müəllimə. Bəli, məsləhətli müəllim dedilər, məsləhət. Aha. Bax ilk öncə gəlin elə burada xəritəni sizlə də gedək sizlə dərsə. Mənə buradakı əraziləri buyurun deyin. Əfsanə xanım. Müəllimə siz? Bəli, buyurun. Məsələn, İngiltərə harda yerləşir? İngiltərə. Müəllim 6. Yox, İngiltərə yadında saxla ki, ayrıca bir adadır. İngiltərə yerləşir, bax burada. Ayrıca adadır, bax bura. Gördün, bura İngiltərədir. Bura İngiltərə ərazisidir. Bu 6, digərləri bu 6. 6 Almaniya ərazisidir. Almaniya. Bax, Almaniyanı deməmişdən qabaq ilk öncə səni İtaliyanı tanış edeyim. İtaliyanın digər dövlətləri tapmaq asan olacaq. İtaliya çəkməyə oxşuyur. Bunu rahatla tapa biləcəksən. Bax, bəli, çəkməyə oxşuyur İtaliya. Bu oldu 7. Və İtaliyanın yuxarılarına baxırıq. Sağı, solu. Sağında böyük Avropa dövləti Almaniyadır. Solundakı böyük Avropa dövləti də Fransadır. Məsələn, deməli 6 oldu Almaniya, 2 oldu Fransa. Yaxşımı? 2 oldu Fransa. Sonra hələ xırda dövlətləri keçmirəm balaca yerlərə. Sonra məsələn, burada məsələn 1 var, 4 var. Biri görürsən də 1 Belçika ərazisidir, Belçika. 4 də Hollandiya. Bu 7-nin üstündəki bu X qoyuram ha, bu ərazi var ha. Bura İsveçrədir. İsveçrə öz təbiəti ilə məşhur olan, gözəl, göz oxşayan İsveçrədir. Burada İsveçrə ərazisi. Heyranam İsveçrəyə. İnşallah ki, o qədər arzumdur ki, İsveçrəyə getmək. Ora İsveçrə. Yəni yadınızda rəsmi mənim arzusu olduğu ərazi haradır? İsveçrədir. Bax, oran İsveçrədir. Yaxşı. Bir Nərmin İsveçrəsi də var. Ona görə bu Nərminədir. Əynəndir. Bu İsveçrədir. Aha. Sonra deməli mənə indi göstərin Fransa ərazisini. İkinci. Aha, Almaniya ərazisini. 6. Əla. İngiltərə ərazisini. Əla. Aha, İsveçrə ərazisini. Əla. İtaliya. Əla. Aha, 1-dən 4 yadınızda qaldı. 1 hara oldu? İsveç. Yox. Hollandiya. Aşağısındakı yadımda. Yox. 1 Belçika, birinci ki balaca balaca olan əraziyə birinci gələn bu hərfə balaca birinci gəlir də bu. Bu birinci Belçikadır. Bax 1 yazılan rəqəm Belçika ərazisidir, Belçika. Bu 4-də Hollandiya ərazisidir. Niderland da yazar çaşmayın. Niderland və yaxud da Hollandiya eyni ərazidir. Gəldik digər böyük ərazi 5-ə. 5 İspaniya ərazisidir. 5 İspaniya. 3 də Portuqaliya. 3 Portuqaliya, 5 İspaniya. Deməli, 3 hara oldu? 3 Portuqaliya, 5 hara oldu? 5 də İspaniya. 2 hara oldu? 2. 2 Fransa. Almaniya. 6. İtaliya. İtaliya, bir dəqiqə. Deyil çəkmə 7. Aha, İsveçrə. İsveçrə, deyil bura. Aha. Sonra Belçika. Birinci. Hollandiya. 4. Ya Niderland ya Hollandiya. Aha, İngiltərə. Deyil bu ağ. Bura. Aha, bax burada İrlandiyadır. İngiltərə yanı iyi. Orada İrlandiya balaca dilli ərazidir. Sonra da İngiltərə özünə birləşdirəcək həmin ərazi. Bu da oldu. Buradakı aha.